Bağladılar, indi iti içine atacaqlar. Baxın, itləri götürüb, yığıb götürürlər hamısını, aparırlar. Buradan içəri da olubdur, ölü itlər tapılıbdır, başından vurulmuş. İndi aparırlar, yenisini tapıblar, onu öldürəcəklər. Biri gətirib iti. Aparacaqlar, indi çalacaqlar, tulayacaqlar, əzəcəklər, neynəyəcəklər. İt onsuz da orada havasız qaldı, sürüblərində bayaqdan. Maşında əllərində benzinlə gəldilər. Yandıracaq da var, zibil maşın da var orada. İti parçalarına qarırlar, indi yandıracaqlar onun içində. Gəlin ki, iti saxla, gəlin, baxın, gəlirlər. Çubuqla iti dümsüylüyür. İçinə ot falan atırlar ki, yandıranda daha rahat yansın. Baxın. Zəhmət olmasa bu insanları ifşa eləmək lazımdır. İnarsız nə qədər ağladıq, bizi söylədilər, təhqir elədilər. Dedik ki, deyir ki, siz qarışmayın, sizin nə borcunuzda qalıb bizim aparmamız. Və dedim, sən hansı haqqla bu iti tutub aparırsan? Zəhmət olmasa hamısını yayın və siz hansı o dövlətin zibil maşınları olur narıncı rəngdə. O zibil aparmaq üçündür. Zibillərlə birlikdə itləri atdılar ora və əllərində benzinlə mənim bacımın üstünə gəldilər. Onların buna haqqı yoxdur. Həmin dəqiqə 102-yə yığdım və düşdüm onların arxasınca, onlar zibil maşınına gedəndə və polisə yığdım, dedim, dedi ki, biz Mingəçevir polisinə bildirəcəyik. Dedim ki, belə bir qanun var, bunu kim tapşırıb? Dedi ki, xeyr, heyvanları gedin, torbaya tutub aparın, yandırın, belə bir şey yoxdur. Təhqirləri, söyüşləri zəhmət olmasa qeyd edin. Qadın olduğumuz üçün heç nə eləyə bilmədik. Yəni əlimiz qolumuz bağlı, itlərin sadəcə getməyinə baxdıq da. Yəni benzini falan hər şey